Heyvanlar arasında fil necə nəhəngdirsə, baobab da ağaclar arasında elədir. Əvvəllər alimlər elə zənn edirdilər ki, baobab 4000 iləcən yaşayır. Amma sonralar məlum olmuşdur ki, belə deyilmiş. Baobabın gövdəsi 10 ildə 30 santimetrədək genişlənir. Deməli, gövdəsinin diametri 10 metrəcən olan nəhəng baobabın 300 yaşı var. Bu hesabla alimlər belə nəticəyə gəlmişlər ki, ən möhtəşəm baobabın yaşı 600-dən 1000 ilədək olur. Yaşlı baobablar yüzəcən çiçək açır, səhərsi çiçəklər solur, meyvə isə yağışlar başlayanadək yetişir. Onun iri, qoz kimi meyvəsi, meyvənin içində turşməzə, sərinlədici ağ maddə olur. Baobabın oduncağı yumşaq olub, 16% sudan ibarətdir. Ən nəhəng baobabın gövdəsi 120 min litrəcən su saxlayır. Bu oduncaq hissə kalsium ilə zəngindir. Fillər bu nəhəng ağacın qabığını qoparıb çeynəməyi xoşlayırlar.